itirmişik. Gəlin bu insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Tədbirimizin giriş hissəsində terrorun bütün dünyada yaratdığı qorxu, dəhşət dolu izlərə nəzər salaq. Terror nədir? Bugün bütün dünyanın diqqət mərkəzində duran, hətta ən güclü dövlətlərin belə naratçılığına səbəb olan terrorizm nədən qaynaqlanır? Terrorizm haqqında müəyyən bir tərif mövcud olmasa da, əksər mütəxəssislərin fikrincə o, siyasi, dini, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni yolla, hədəf müəyyən bir hakimiyyət olan olmasına baxmayaraq, daha çox günahsız insanların əziyyəti çəkir. Gördüyünüz kimi terror cinayətin ən qatı formasıdır. Tarixə nəzər salsaq görərik ki, terrorizmin köşləri eramızın 1-ci əsrinə qədər gedir çıxır. 19-cu əsrin sonlarında terrorizmin dalğası ictimai həyatın daimi faktoruna çevrilmişdir. 20-ci əsrdə dövlətlərin terrorla mübarizəsinin daha ciddi xarakter almasına baxmayaraq terror dalğasını qarşısına almaq o qədər də asandır. Terror hadisələri siyasında 2001-ci New York'da 11 sentyabr hadisəsi, elə həmin ilin avqustunda Angolada sərnişin qatarının ateşə tutulması, 2004-cü ilin sentyabrın 1-də Şimali Osetiyanın Besan şəhərində məktəbi və azyaşlı məktəblərin girov götürülməsi və s. kimi qorxunc unudulması mümkün olmayan hadisələr var. Əfsus ki, terror aktları bizim ölkəmizdən də yan keçməyib. Tədbirimizin əsas hissəsinə başlayaq. 4 il bundan əvvəl, 30 aprel günü, adına tarixində qanla, qorxu və dəhşət vəhki oldu. Bu hadisə terror qorxusunu unutduğumuz, sayıqlığımızı itirdiyimiz, xəbərlərdə gördüklərimiz, hətta bizdə belə bir şey olmaz dediyimiz bir baxımdır. Özümü, eləcə də bir çoxlarının ağla gəlməyəcək bir hadisə baş vermişdir. Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna silahlı basqın olmuşdu. Gözlənilməz hadisədən xəbər tutan hər kəs auditoriyanın qapılarını arxadan bağlayıb, qatilin əlindən canlarını qurtarmaq üçün binanın pəncərələrindən qışqırıb kömək istəyirdilər. Əli silahının gözündən yayına bilən tələbə və müəllimlər çölə axışırdı. Təhsil ocağının 1-ci pilləkəndən çıxmış, sonuncu mərtəbəsinə kimi qan içində idi.
Dəhlizdə yaralılar və cansız bədənlər var idi. Oldu silahla silahlanmış naməlum şəxs Qaz Neft və Neft Mexanikası Fakültəsinin olduğu akademiyanın 2-ci korpusunun qabağından keçən hər kəsi güllələyirdi. Silahlı terrorçunun atdığı güllələr akademiyanın müəllim və tələbələrinin əsasən baş və boyun nahilərinə dəymişdir. Yaralılar içərisində akademiyanın professorları, dosentləri, laborantları, tələbələri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi. Hadisədən xəbər tutmuş polis və prokurorluq orqanları, eləcə də tibbi yardım maşınları akademiyaya səfərbər olmuşdular. Terrorçunun zərərləşdirilməsi istiqamətində xüsusi əməliyyat başlanıldı. Binanın 6-cı mərtəbəsində gizlənilmiş naməlum şəxs axtarılırdı. Bu vaxt ərzində isə güllə yarası almış şəxslər akademiyadan çıxarılırdı. Akademiyanın aşağı mərtəbələrindəki şəxslər çıxarıldıqdan sonra məlum oldu ki, naməlum şəxs hələ keçirilə bilir. Binanın 3-cü mərtəbəsində başının gecəş nahiyəsinə atəş açaraq həyatını itirir. Məlum olan şəxs 1983-cü il təvəllüdlü Gürcistan vətəndaşı Fərdə Əsədoğlu Qədirovun üzərindən Makarov tipli tapanca və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patronlar 2 dənə sandıqda aşkar edilərək götürülür. Təhlükə tam soğuşduqdan sonra isə akademiyanın auditoriyalarında gizlənmiş tələbə və müəllimlər heyəti binadan evakuasiya olundu. Onlar hələ də nələrin baş verdiyi bilmirdilər. Yer göy qan içində döşəmə və pləkanlar cansız meyillər. Fərdanın qeydili şəxslərdən biri də 18 günün gəlini olmuş Məmmədova Şəfa Afət qızıdır. Şəfa otaqdan çıxıb dəhlizə düşəndə elə sol gözündən aldığı güllə yarası ilə dünyasını dəyişir. Qanlı hadisədən düz 18 gün əvvəl isə Məmmədovlar ailəsi toy axınlarına bənzəyirdi. Aprelin 12-sində Vəfanın ata evindən ağ gəlinli ilə aparan Rahim Tağıyev düz 18 gün sonra ağ kəfənlə son mənzilə yola salmaq üçün elə ata evinə qaytardı. Şəfa Məmmədovanın atası Məmmədov terrorun qurbanlarının Abdullah Qəmmanov isə və Ayaz Bağırovun əziz xatirəsinə şeir yazmışdır. Ey qan tökən zalim fələk, görən varmı səndə ürək? Qatı düşmən bizdən əl çək. Açılıbdır yenə səhər, oyanıbdır bütün şəhər. Terror, ölüm, bu nə xəbər? Ah fəlakət, bu nə dəhşət? Qətliamı kim törətdi? Cinayəti kim işlətdi? Bu bəlamız hardan gəldi? Ah nə dəhşət, bu nə zillət? Ulu Tanrı, ey ilahi, ürəklərə ver təsəlli. Ey təbib dost, sağalt bizi, yaşat bizi, qocat bizi. Bir ananın naləsidir, övlad həsrəti ilə yanır. Bir atanın həsrətidir, ürəkləri parçalayır. Zalim fələk sizə qıydı, Tanrı sizi acımadı, apardı sahil seçmələri, nakamlara acımadı. Qatil sizi niyə vurdu, fələk sizə necə qıydı? Dəstinizə dördəcər, adınız nakam qaldı. Sayı çoxdur, saya gəlmər, Tamilla Ramil müəllimim. Məcnun ayna şəfam mənim, Ceyhun Talib Savalanım. Yusif Ayaz övladlarım, Emin Ruslan balalarım. Fəryad qoparır analar, o gələcək, o dönəcək. İnanmırıq yoxluğuna, ölümün var olduğuna. Fəryad qoparır analar, o gələcək, o dönəcək. Ümid verən təsəllilər, inanırıq dönəcəklər. Gələcəklər, gələcəklər, onlar mütləq dönəcəklər. Oyuna, ömür boyu ayaq deyib ağlaram. Doyunca baxmadım qarnət boyuna.
seni bağlarım. Her bahar gelende bükülür belim. Danışa bilmirəm, tutulur dilim. Mənə təzə gəlir tərökə dilim. Ömür boyu ayaz deyib ağlar. Ürəyimdə Bu hadiseden sonra dünyanın en katı yürekli şahsı bile. Bu hadiseni işlenden sonra, bu kurbanın valideynlerini gördükten sonra bile yüreği yumuşalır, tezgahına boğulur. Abdullah Emin İmaməllioğlu bunlardan bulunan bir cümle yarasıyla qətl edildi. Abdullah evlər ailəsi Gəncədə yaşadıkları için bayramdan bayrama görüşürdülər. Sonuncu dəfə isə Emin 2009-cu ilin yanvarında ailəsiyle birlikte yeni ili qeyd etmişdir. 30 April 2009-cu il tarixi Bəndəliyev Yusif Telmanoğlu'nun da adına günüdür. Gömrük Fakültəsinin tələbəsi olmuş Yusif'in 2-ci korpusda cəmi bizdə dərsi olmuşdur. Faciədə həmin dərs baş verir. Telefon dadına gedir. Yoldaşlarının güllə səsini eşidib, 3-cü zaman Yusif mobil telefonunu içəri qaldığını və onu götürmək üçün otağa getdiyini deyir. Telefonu götürüb otağa girdiyini deyir. Telefonu götürüb çıxdığı dərslə üz böyüz gəlmiş və gülləsinə tuş gəlmişdir. O da Fərdaya güc gəlmək istəyir. Qaranlıq dəhlizdə Fərdə ilə təkbətək qalan Bəndəliyev əllərini yumruqlayaraq qatının üstünə tutsa da olgu silah ondan güllə olur. Deyilənə görə ölümündən sonra Yusuf'in düğümlənmiş yumruğunu atmaq mümkün olmadı. Və növbəti hədəf Aslanov Ceyhun Saçdoğlu oldu. 2006-cı il Neft Akademiyasında başlayıb. Onunla bir evdə qalan dostu 30 April günü Ceyhun'un hamıdan tez oyandığını deyildi. Qəribədir, çünki təsəlli yanaşı xərclərin qarşılandığı üçün müxtəlif yerlərdə işləyən Aslanov bir həftə imiş ki, dərsə getmirmiş. Həmin gün isə axşam gec yatdığı və dostları ona tezdən oyanmağa bilməyəcək hətta dərsə gedəcəyini bir də təsəvvür etmirdilər. Amma onu dərsə əcəl aparmışdı. 3-cü mərtəbədən 2-ci mərtəbə düşərsən, terrorcu Ceyhun'u 1 metrdən uzaq məsafədən vurur. Qatıq satmaqla ailəsini dolandıran Qurbanova Abbasqulu qızı təsadüf nəticəsində terrorun hədəfi olan Ayna xanım 2 gündən bir Salyandan Bakıya qatıq satmaq üçün gətirilmiş. Həftədə bir dəfə Neft Akademiyasının 1-ci mərtəbəsində yerləşən yeməkxanaya Həftədə bir dəfə Neft Akademiyasının qatıq satmaya gəlirdi. O gün 30 April günündə o yeməkxanaya qatıq gətirmişdi. Qatığın ağzında ağır yükünü yerə qoyub mərtəbələri yeriməyə başlayırdı. Terrorçu ilə üzbəyüz gəldi və yaxşı terrorların qurbanına çevrildi. Hadisə zamanı Neft Akademiyasının Xarici İqtisadi Əlaqələr Fakültəsinin 2-ci kursunun tələbəsi olan Babaşov Ruslan Zəfəroğlu da başından güllənənir. Ruslan ölümünü bilirmiş. Atasıyla sonuncu dəfə saatlarda gəzib, sonra isə onu Sabirabada yola salır. Akademiyanın 3-cü korpusunda olan 1-ci dərsə gecikdiyindən o biraz dərsə bəstə olacağını 2-ci tədris binasına yollanır. Dərsin başladığını görən Ruslan pusku görüb gözləyən terrorçunun hədəfinə gəlir. Və nəhayət ən yadda qalan terror qurbanları 3 dost, Ayaz, Talih və Savalan. Hadisə zamanı ən çox da Farov Savalan Allahverdi oğluna dəyir. Savalan orta təhsilini başa vurduqdan sonra 2005-ci il adnaya daxil olur. Qanlı hadisə günü Savalan terrorçudan qədər mübarizə. 4-cü kurs tələbəsi olan Savalan 2-ci buraxılış imtahan demiş. Hər şeydə elə imtahan vaxtı başlayırmış. Savalana mobil telefonuna elə həmin korpusda 1-ci mərtəbədə dərsdə olan Nərminədən zəng gəlir. Xəbəri işdən Savalan dərhal dərsizdən çıxaraq bacısına tərəf qaçıb. 1-ci mərtəbədə aşağı ilə Fərdə ilə rastlaşan Savalan onunla əlbəyaxı olub. Əvəzində isə 6 güllə alaraq əbədiyyətə qovuşub. Həmin zəngdən sonra Savalanın arxasıyla çıxan 2 qrup yoldaşı və həm də ən yaxın dostları Ayaz və Talih də Fərdən azlığı güllərə tuş gərəyə can verir.